Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Möhtəşəm bir mənzildə qarşınızdayıq. Eksklüziv. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Möhtəşəm bir mənzildə qarşınızdayıq. Eksklüziv Rekanmaç tərəfindən satışa ilk təqdim olunan bir mənzildir. Tam 2 otaqlı, şəhərin mərkəz istiqamətində lüks təmir edilmiş və tam əşya texnika ilə ideal şəkildə döşənmiş bir mənzil. Tam 2 otaqlı, 18 mərtəbəli yeni tikili binanın 11-ci mərtəbəsində 82 kvadrat ölçülü sənədi çıxarışı olan bir mənzil təqdim edəcəm bugün sizə. Mənzilimiz yerləşir Həsən Əliyev küçəsində, Asan xidmətin düz yanında yeni tikili rezidens binanın 11-ci mərtəbəsində. Giriş qapımızı görməkdəsiz. Giriş qapısına girdikdə sağ istiqamətdə belə bir açarlıq və dresuar əvəzi istifadə edə biləcəyiniz əla bir funksional bir mebel yerləşdirilib. Daha sonra belə bir pufik və ayaqqabılıq kimi tərtib edilən bir mebeli var. Domofon sistemi, elektrik şiti burada yerləşdirilib və giriş qapısı ilə üzbəüz giriş hissəni, xol hissəni daha da geniş göstərməsi üçün güzgü qapılarla tam boy bir qardirob mebeli yığılıb. Kifayət qədər böyük ölçülü və əla teksturalı bir qardirob mebelidir. Mənzilin təmiri olduqca keyfiyyətli və premium inşaat materiallarından istifadə edilərək təmir edilib. Əlavə olaraq burada bir riger hissə var. Belə bir faskalı dekorativ güzgü ilə əla dekor edilib. Xol hissəni kifayət qədər geniş saxlayıb burada. Burada mənzilin sanuzeli yerləşir. Daha sonra mənzilin yataq otağı yerləşir. Bu şüşəli 2 böyük qapı məhz mətbəxə açılır. Daha sonra isə mənzilin qonaq otağı yerləşir. İlk öncə başlayacağım qonaq otağından. Bir daha qeyd edirəm, mənzil qanuni 2 otaqlı, 82 kvadrat ölçülü bir mənzildir. Olduqca keyfiyyətli və premium təmirli bir mənzildir. Geniş ölçülü bir qonaq otağı var. Onu da vurğulayım, sənədi çıxarışlı, ipotekaya uyğun müştərilər də müraciət edə bilər. Xol hissənin en və uzunluq nisbətinin ideallığını görürsünüz. Qonaq otağına girdikdə belə bir riger girinti hissə olub. Oranı məhz belə şüşəli şkafla, dekorativ şkafla əla dəyərləndiriblər. Kifayət qədər geniş dərinliyi var. İstər dəbdəbəli qab-qacaq dəstlərinizi, istər də aksesuarlıq və yaxud kitablıq və yaxud içkilik kimi də istifadə edə bilərsiniz. Sonra qonaq otağına girdikdə sağ istiqamətdə belə bir TV stand əla dekor edilib. Arxa hissəsi daraq panellər, faskalı güzgülər və ümumi lepka panellərlə əla bəzədilib. Belə bir 6 nəfərli bir yemək masası yerləşdirilib. Böyük ölçülü, modern bir yumuşaq mebel dəsti və olduqca bəyəndim bu jurnalini. Olduqca da əla yaraşıb bu qonaq otağına. Əlavə olaraq belə bir dekorativ üçlü güzgüdən istifadə edilib. O da yemək masasının sağ istiqamətinə olduqca gözəl yaraşıb. Yumuşaq mebelin divanın sağ və sol istiqamətində isə dekorativ yenə gips panellər, AUX markalı kondisioner və bura işıqlandırmaları görürsünüz. Pərdələr ən keyfiyyətli materiallar, inşaat materialları ən keyfiyyətli firmalardan təmin edilib. Bir kiçik ölçülü balkon var qonaq otağında. Əsas balkonu mətbəxdən daxil ola bilirsiniz. Qonaq otağından isə belə loca tipli, kifayət qədər geniş loca tiplidən də daha geniş bir balkonu var. Buradan şəhər və dəniz istiqamətinə əla panorama açılır. İstər alov qüllələr olsun, telegüllə və dəniz istiqamətinə əla panorama açılır. Bir daha qeyd edirəm. Tibb Universitetinin düz yaxınlığıdır demək olar. Tibb Universiteti də görsənir buradan. Mənzilə əyani baxış keçirdiyiniz zaman panoramanın tam şahidi olacaqsınız. Mətbəxdən də təqdim edəcəm oranı sizə. İndi isə digər otaqları təqdim edeyim. Mətbəxində ümumiyyətlə bütün otaqların, mənzilin olduqca gözəl tərtibatı var. Mətbəxə bu sürgülü ikili qapıdan hər iki tərəfdən açılır vəziyyətdədir bu. Bu sürgülü qapılardan daxil ola bilirsiniz. Adi qapıların standartından, giriş standartından daha genişdir bu qapılar, həm də daha gözəl görünüşə malikdir. Belə bir böyük ölçülü mətbəx mebeli yığılıb, 82 kvadrat ölçülü mənzilin nəzərində deyirəm. Çox saylı saxlanış yerləri, şkaflar və tam texnika ilə təchiz edilmiş vəziyyətdədir. Moykanı görməkdəsiz, üzəri və sinəliyi süni mərmərlə işlənib. Moykanın həmən yanında gizli qab yana qədər quraşdırılıb. Oranı da təqdim edeyim sizə, oranj markalı. Daha sonra
qaz və gizli aspiratordan istifadə edilib. Mikrovalnovka və elektrik sobasına qədər, soyuducusuna qədər tam texnika təchizatını görürsünüz. TV-nin yerləşimi burada nəzərə alınıb. 3 nəfərlik bir mətbəx masası yerləşdirilib. İstəyə uyğun mərkəzi yerləşmədə 4-6 nəfərə çıxara bilərsiniz bu mətbəx masasını. Və əlavə yenə burada rahat hərəkət etmə imkanı qalıb. Giriş hissədə olduqca genişdir mətbəxdə. Tam bu yığılmışdır. Üst hissələr də şüşə konseptlə. Burada isə modern üsluba uyğun əla saxlanış yerləri, açıq saxlanış yerləri var. Qonaq otağına bəhs elədiyim geniş ölçülü mətbəxə mənzilin eyni zamanda texniki balkonudur bura. Balkona buradan da daxil ola bilirsiniz. Kombi sistemi, kollektor sistemi və şkaflarına qədər hər şey düşünülüb və həyata keçirilib. Və burada bu gizli şkafda məhz paltaryanı burada yerləşdiriblər. Gördüyünüz kimi 8 kiloqramlıq bir paltaryan yerləşimi həyata keçirilib burada. Yəni buradan da qonaq otağından göstərdiyim istiqamətə əla baxış, eyni baxış açılır. İndi isə yataq otağını təqdim edeyim sizə. Mənzilin mətbəx və qonaq otağından əlavə olaraq yataq otağı da olduqca gözəl tərtib edilib. Ümumiyyətlə, hər bir xırda detala önəm verilib, fikir verilib, funksionallıq gözlənilib və olduqca gözəl dekor edilib. Ümumi konsept bütün otaqlarda özünü saxlayır. Make-upına qədər nəzərə alınıb və yerləşdirilib. Gizli işıqlı güzgüsü, faskalı kənarları əla yaraşır bura. Tumba üzərləri belə bir yenə dekorativ panellər, güzgülər, orsiklı işləmələr, gömmə qardirob yığılıb, 3 qapılı, alt hissələr sirmə, sol hissə dekorativ hissəsi, kifayət qədər geniş ölçülü bir qardirob mebelidir, tam boy ölçüdə yığılıb və böyük ölçülü yataq dəstini görürsünüz. 1.80-dən də böyük enində bir yataq dəsti var və TV yerləşiminə qədər yenə bir daha vurğuluram, tam əşya planlaması edilmiş bir mənzildir hər bir hissəsində. Son olaraq sanuzeldə də təqdim edeyim sizə və qiymət barədə məlumat verəcəm. Sanuzeldə kifayət qədər geniş və rahat bir sanuzeldir. Sanuzeldə də yenə hər şey tam olaraq nəzərə alınıb. Böyük ölçülü bir duş kabinisi ayrılıb. Əla teksturalı qranitlərdən istifadə edilib. Tam aksesuar yerləşimini görürsünüz. Böyük ölçülü bir moydadır. Girişlə üzbəüz. Gömmə unitazın yerləşimi burada. Unitaz üzəri üçlü nişadan istifadə edilib. Saxlanış yerləri, suşolka və digər asılqanlıqlar isə bu istiqamətdən yerləşdirilmiş vəziyyətdədir. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Şəhərin mərkəz istiqamətində Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bir saylı Asan xidmətin düz yanında 18 mərtəbəli rezidens binanın 11-ci mərtəbəsində 82 kvadrat ölçülü, tam 2 otaqlı və tam əşyalı və texnikalı bir mənzil təqdim edirik sizə. Bütün otaqlarda tam əşya yerləşimi, texnika yerləşimi həyata keçirilmiş vəziyyətdədir. Hətta Samsung markalı TV-yə qədər qoyulub qonaq otağında. Bütün gördüyünüz əşya və texnikalar qiymətə daxil. Mənzilimizə start olaraq təyin edilən qiymət 325.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzilə baxış keçirdiyiniz zaman endirim məbləğini, yəni yaxşı da endirim elətdirmək olar. Endirim məbləğini yerində danışa biləcəksiniz. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.